Əziz həmvətənlər, Vətən müharibəsində əldə edilən şanlı zəfərin 5-ci il dönümü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm. Allah vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı xalqımızı və vətənimizi qorusun. Dərin hörmət və sevgilərlə sizin mehriban. Дорогие соотечественники! Искренне поздравляю вас с 5-й годовщиной славной победы, завоеванной в Отечественной войне. Выражаю благодарность нашему президенту, нашим отважным солдатам и офицерам, благодаря которым сегодняшний день мы отмечаем как героический народ. Да упокоит Аллах души всех наших шахидов, погибших во имя Родины. Пусть Всевышний хранит наш народ и нашу Родину. С глубоким уважением и любовью, ваша Мехрибан.